Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam. Şeyh, siz bu yaxınlarda səs yazılarınızdan birində demişsiniz ki, əgər cümə namazının azanını eşitmirsənsə, getməyə bilərsən cüməyə. Bəzi insanlar müxtəlif fikirlər bildirdi sizin bu sözünüzə və fikirlərdən biri də budur ki, güya siz bu sözünüzlə dini cılızlaşdırmışsınız. Zəhmət olmasa buna fikir bildirərdiniz. Elhamdülillah vəxdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bəd. Selamun aleykum və rahmetullahi və barakatuhu. Və birinci, bu fikir mənim fikrim deyil. Bəzi alimlər deyib bunu. Məsələn, Şeyx Albani. Şeyx Albani bunu deyəndə dini cılızlaşdırır. Yəni, bu hələ demək düzgün deyil. Özdə mənə təəccübləndirdi. Bir-iki uşaq olar heç, onlara fikir vermirəm. Ancaq, məsələn, hansısa diktor danışır onu, deyir, qəribədir. Bu bir. İkinci, onlar deyəsən, suala qulaq asmayıblar və cavaba. Orada mən demirəm ki, cüməyə gəlmə, məsələn, otur, məsələn, evdə televizora bax ki, cümə vaxtı gəlmə namaza, cüməyə, meçdə. Kim də onu deyən? Cüməyə gəlmək lazımdır, tərk eləmək olmaz. Mən o fikirdəyəm. Lakin orada sual necə oldu? Biri iş yerindədir. Biri iş yerindədir, cüməyə qoymurlar. Belə vəziyyətdə neynəsin? Mən də dedim ki, azanı eşitmirsə, onun biraz yüngüldür məsələsi. Amma hələ orada da mən cavabda deyirəm ki, lakin bu o demək deyək ki, cüməyə gəlmə. Bu o demək deyək ki, cüməyə gəlmə. Əksinə gəlmək lazımdır. Qaldı ki, o fikir mənim fikrim deyil, deyən olub alimlərdən. Məsələn, Şeyx Albani. Şeyx Albani, məsələn. Yəni, burada bilirsiniz, burada sadəcə bunlar yəni təəccüblənirəm mən ki, bu bir fikri məsələdir də. Fikri məsələdir. Ya, bunlar əgər belə etiraz edirlərsə dərhal, özlərini güclə saxlayırlar, nəsə demək istəyirlər, güclə saxlayırlar, özlərini istəyirlər biraz. Onda elələri var idi ki, təkfir edirdilər, xuruc deyirdilər, cihad məsələsində azmışdılar. Alimlərə yalanı ispat edirdilər, alimlər belə deyir, təqdim edirdilər cəmaata. Biri çıxır, deyirdi ki, cərh tərdə elmi, ümumiyyətlə, Şeyx Fozan deyib ki, yoxdur artıq, bağlanıb və s. və s. Biri, məsələn, hətta Ukrayna barədə özü yazıb, sonra danışır, sonra özü yazır, deyir ki, mən belə şey deməmişəm. Təsəvvürlə biz olsaydı nə olardı? Yəni, bu şeyləri o diktor, ola bilər, indi yaxşı zənd olar, ola bilsin, xəbəri yoxdur. Görməyib, uşaqlardan danışmıram heç. Diktor, sən görmürsən, haradaydın sən? Hələ məni gözləyirlər ki, mən nəsə səhvliyim. Ola bilər, səhvliyim, fikri məsələdə ola bilər bu. Elhamdülillah, sadəcə deyəndə bunun qaydası var da, məsələn, deyirən ki, daha dini ucuzlaşdırmaq, belə. Yəni, kütləyə elə təqdim eləmək, mənim sözlərimi böyük səhvdir, o uşaq işdir. Yəni, böyük, ağıllı insan doktora yanaşmaz. Ona görə mən diktor deyirəm. Aydındır, doktor hələm böyük olan onda olar. Bu qədər, çox danışmaq istəmirəm.